ağaçdan nə tapıbsınız? Daşdan nə tapıbsınız? Güya öz aləmlərində bunlar bizi şirkdə görürlər və bizi şirkdən uzaqlaşdırmaq üçün nəsihət edirlər. Məgər Kəbə evi daş deyilmi? Məgər Kəbə evinin üzərindəki o pərdə parça deyilmi? Məgər İmam Hüseynin kümbəzinin başındakı parça deyilmi? Məgər Peyğəmbərin qəbrinin üstündəki zireh dəmir deyilmi? Əgər dəmirdirsə, əgər parçadırsa, əgər daşdırsa, əgər bu köhdən yasaqdırsa, heç bir mənası yoxdursa, hamısı cəfəngiyatdırsa, niyə həcilər gedir? Kəbə evinin daşına əl vurur. Daş əşyadır, amma mübarəkdir. Həcərül əsvəd, qara daş, nədir? Cansız bir daşdır, amma mübarəkdir. Amma mübarəkdir. Peyğəmbərin qəbrinin üstündəki zireh dəmirdir, amma mübarəkdir. Həzrəti Yusifin köynəyi, bunu mən demirəm ki, bunu Allah Teala Quran-ı Kərimdə buyurur. Köynək, kimsə toxumuşdu da bunu əlindən, göydən enməmişdi ki, Həzrəti Yusifin köynəyi. Amma mübarək köynəyidir. Mübarəkliyi nədir? Allah Quranda qeyd edir. Həzrəti Yusifin köynəyi Yaqubun gözlərinə dəydi. Yaqub atası idi. O qədər ağlamışdı ki, ağlamaqdan gözlərinə ağ gəlmişdi, gözləri görmürdü. Həzrəti Yusifin köynəyi onun gözünü açdı. Əşya mübarəkdir. Hələ bu Həzrəti Yusifin köynəyi Allah Quranda bir də Həzrəti Musanın sandığından danışır. Hansı sandıqdan? O sandıqdan ki, anası Həzrət Musa dünyaya gələndə onu qoydu o sandığa, çaya buraxdı. O sandığı çayda Fironun xanımı gördü və gəldilər, içindən uşaq çıxdı. O sandıq təbərrük olaraq qaldı. Hətta Musa Peyğəmbər dünyasını dəyişəndən sonra da o sandıq qorunurdu. Quranda ayə var. Sandığın üzərində müharibə getdi, sandığı uğurladılar, başına iş gəldi. Və. Nə idi o? Bir dənə sandıq, bir dənə taxta parçası idi. Məsələn, əşya bəzən mübarəkdir. Bu söz yanlış sözdür ki, deyək ki, məsələn, əşya taxtadır, daşdır. Bəli, sözün həqiqəti var, amma bu tərəfdən o daş parçası bəzən mübarək olur. O dəmir parçası bəzən mübarək olur. Su nədir? Axırda su. Bunun nə qiyməti var? Biz içirik də, ehtiyacımız olanda içirik. Amma zəmzəm suyu mübarək sudur da. Həci dəli olub, 50 litr su gətirir dünyanın başına bu başına. Burada su yoxdur mu? Var. Bəniyə bu suyu gətirir. Bu su mübarək sudur. Bu su mübarəkdir. Məkkə Hicrətin 8-də fəth olur. Peyğəmbər Məkkəyi fəth edir. Əzəmətdən Məkkəyə daxil olur. Şükür səzdəsi eləyir. Allaha təkbir deyir. Namaz üçün dəstəmaza durur. Möminlər Peyğəmbərin üzündən, əlindən tökülən dəstəmazın suyunun növbəsinə dururlar ki, nə? O su yerə tökülməsin, təbərrük olaraq alsınlar, üzlərinə çəksinlər. Bu su nədir? Əşyadır. Cansız bir şeydir. Amma mübarəkdir. Mübarəkliyi nədədir? Mübarəkliyi budur ki, Peyğəmbərin üzünə dəyib yerə tökülür. Quran-ı Kərim bir kağızdır. Çapxanada üzünə çap olur, Quranın ayələri vurulur. O çapxanaya getməzdən öncə o kağızın nə önəmi var idi? Heç nə. Amma getdi, Quran cildinə düşdü. Üzərinə Quran ayələri çap olandan sonra sənin dəstəmazsız onun bir ayəsinə belə parmağını çəkməyə haqqın yoxdur. Niyə? Kağızdır. Kağız olduğuna görə deyil ki. O kağız artıq o funksiyasını dəyişdi, oldu mübarək. Mübarək oldu. Ehsan
Bəzən mübarək olur ehsan. Sən evində min çeşid yemək ye. Amma gəl Həzrəti Zəhranın ehsanından ye. O Həzrəti Zəhranın ehsanından biz pul cəm eləyirik də. O artıq bizdən çıxandan sonra, Həzrəti Zəhra ehsanına qarşılandan sonra o ehsan olur mübarək, bərəkətlidir, şəfadır.